Körpünü o qədər gözləmədilər, amma hamı Əqrəb mövsümünü gözləyirdi. Sən Azərbaycanda xarici bir filmi tənqid etməyin əslində mənasız bir şeydir. Sanki birinci mövsümün ssenarisi çox güclü idi. Yəni ikinci mövsümdə çox boş yerlər var. Bunun yanına gənc bir dənə uşaq verirlər. O gənc uşaq niyə var? Sanki orada Mətin obrazıdır, Mətinin sevgilisi obrazıdır, Mətinin atası obrazıdır. Onları sanki boş-boşuna qoyublar ora. Bu Sherlock Holmes'un iç hekayəsi. 5 seriyada oranı açmırlar. Axırıncı seriyada gəlib, buradaymış açar. Açsa, pul burada. Erman dostum niyə tutuyor? Allah yoxdur sən başqa. Xumar qədim olur. Bu da olmazsa. Bu arada qəşəng 1 Sən bir şeysən? yox, sən başla. Nə deyim? Kinoxananın ikinci şeyi deyil. Kinoxana zor atdı sən Allah. Xanımlar və cənablar, DJ Tural 600 il sonra davamı gələn. Qocalmışam ya doğrudan. Sonra sən o aralığı çox qocaldın. Saçım da öyle getdi baxın. Yaşlanmısınız ya. Xanımlar və cənablar, uzun bir müddət sonra davam edən və Lupa TV-nin yeni izlənməyəcək kontenti olan Kinoxananın ikinci buraxılışındayıq. bizim kontentlər izlənmir. Amma mən bunu birincisi olaraq izlənməyəcəyim bidərək hazırlayıram. Mən populyar kontentin nə olduğunu bilirəm də. Yəni izlənəcəkdi hansı? Axıra və tutacaq hansısa. Çox yəni, vecimə deyil, məsələ odur. Sırf yəni iş prosesində mən şey deyirlər də, belə yaxşı bilsən, get video çək baxıl da, məşhur ol falan deyirlər. Sırf ona görə getdim tıxtıxanın videosu çəkdim. Video tutdu. Yəni o şeyin isbatı idi. Mən izlənəcək kontentin nə olduğunu bilirəm və hədəfim o deyil prosta. Əslində biz də izlənəcək bir şeylər danışa bilərik, amma Öyle. yerində danışmaq. Məsələn, tutaq ki, nə kontent eləyə bilərəm məsələn. İkimiz oturmuşuq film danışmasam, bu izlənəcək kontenti normal şəraitdə. Normalda hə. Normalda izlənəcək. Məsələn, bunun üzərində biz ayda otursaq, hər ay otursaq işləsək, bu tuta biləcək bir kontentdir. Çünki gündəmdir. Ki qərar verdik ki, artıq hər ay Hər ay bir dəfə bu bölüm çəkəcəyik. bəli. Lupa TV yeni bir dövrə başlayır və bu dövrdə artıq hər həftə bir kontent gələcək, bəzən olacaq həftə 2 kontent gələcək və davamlı hərəkət edəcək. Filmlər, seriallar, Hər şey edəcək. aktyorlar, show biznesi yox. Show bizdə qətiyyən yox. Acun Çazmova, amma Acun Çazmova gəlsə qapımız açıq. Olar hə. Qapımız açıqdır. Keçən dəfə harda qalmışdıq? Keçən dəfə çox şeydən danışdıq əslində. Keçən dəfə çox uzun danışdıq. Hə. Sıralamalar elədik, bir şeylər elədik. Mən sənə şey deyirdim. Azərbaycanın tutacaq kontent nədir? Bizdəki izləyicilərin alternativ kontenti çoxdur. Türk dili bilənlər türk dilində kontent izləyir. Rus dili bilənlər rus dilində, ingilis dili bilənlər ya Avropa, ya Amerika kontenti izləyirlər. Düzdür? Azərbaycandakı kontenti izləmə səbəbləri milli bir şey olmalıdır. Doğrumu? Bəli. Məsələn, mən Marvel danışıramsa, deyəcək lan Türkiyədə kanal var. Onlar da Marvel danışır, gedib ona qulaq asıram. Yəni məsələn biz tutaq ki, bu gün burada film və serialları məsələn tənqidini eləsək, məzələnmək fonunda da, onda da deyəcəklər ki, gedib şeyə baxaram da, o Murat var. Bu sonlar. Türk serialları üzərində isə, hə. Məsələn də, Amma məsələn tutsaq hər hansı bir yerli bir filmi götürsək, onda da deyəcəklər Kinozabr. Nazar film tənqid eləmir. Eləyir. Yox, o film tənqidi deyil. O filmi danışıb üzərində zarafat eləməkdir. O da. Amma yox, Murat kimi deyil, hə. Murat Sönər də film tənqid eləmir. Yox, eləyir. Çox Evet. şeylər eləyir arada. Murat Sönər də filmi danışıb üzərində zarafat deyir və deyir ki, əxlaq deyir. Murat Sönərin də məsələn Azərbaycanda film tənqidi kim edir? Bir Sevda xanım edir, Sevda Sultanova. O film tənqid edir kanka. Ümumiyyətlə film tənqidçisi deyilən bir şey var. O əslində təmiz başqa bir şeydir. O analiz edir. Məsələn, Hacı Hə. elədi, Hacının videoları da elədi. Hacı film Hə. icmalı analiz edəndə zarafat dolu. Əslində elə olmalıdır. Məsələn, şeyində nə bilim bu zarafat elədilər. Bu yox, film tənqidçisi başqa. Məsələn, birinci rejissor işinə baxır, sonra ssenari işinə baxır, nəm aktyorluq bunları tənqid edir. Sonra keçir ki, hə, məsələn, mövzuda bu çatışmamazlıqlar var idi filan. Amma yəni hər hansı bir filmi, bu nə filmdir çəkmisiniz, o tənqid deyil də. Bizdə məsələn elə bir film yoxdur məncə ki, film tənqidçilərinə belə maksimum Analiz etdirsin. analiz elətdirsin. Okay, onu deyə bilərik ki, tutaq ki, film tənqidçiləri yoxdur, deyə bilərik. Azdır və yaxud yoxdur, azdır. Amma bilirsən necə sırf belə filmlərə azə xal verən bir şey yoxdur da, yəni ki, bir platforma kimi deyək. Hə, IMDb kimi, Letterboxd kimi falan bir şey yoxdur. O yox, IMDb-də onsuz da bizim sənin kimi, mənim kimi insanlar orada xal verir də. Yox, sırf film tənqidçisi olaraq puxtələşən insanlar var ki. Bir də Azərbaycanda film tənqid edici insanlar gedirlər məsələn YouTube-a kontent eləməzlər. TikTok-a kontent eləməzlər, Instagram-a kontent eləməzlər. Məqalə yazarlar. Məsələn, orada məqalənin bir qarşılığı yoxdur. Telegrama məqalə yazır Sevda Sultanova. Çox da sevirəm bu. Çox sevdiyim bir kino tənqidçidir. Amma Telegrama məqalə dövründə deyilik də. Əslində bu bilirsən bəlkə nədən qaynaqlanır? Məsələn, okeydir də, müəyyən bir blog şəklində yazır Telegramda və s. Bəlkə də onlara izləyicisi yoxdur sanki. Məsələn, film tənqidçisi
Qlobal heç də qlobala girmirəm axı. Yox, sən deyir hansı mənada deyirsən? Məsələn deyirsən ki, Sevda xanım Telegramda blog paylaşır. Yəni o nə qədər adam izləyir? İzləməzlər də Hə, məsələ. onu deyirəm də. Yəni əgər izləsəydilər, daha çox böyüyərdi bu şey. Yox, niyə izləməzlər? Birincisi dedim ki, bayaqları ona gətirdim söhbəti. Sən Azərbaycanda xarici bir filmi tənqid etməyin əslində mənasız bir şeydir. Çünki buranın izləyici kütləsinin artıq qlobalda sevdiyi bir film tənqidçisi var və sənə ehtiyac yoxdur. Hacı Səfərov 40 ildə kontent edir. Nə vaxt ki yerli işlər üzərindən başladı, elədi işlər tutdu. Məsələn, başqa kim məsələn Kinozavr niyə izlənir? Çünki yerlidir. Əslində Kinozavr seridə də o şey artıq izlənmir. Dövrü keçsə də, yəni o bir dövr idi, bitdi. Bir aktiv də eləmədi axı. Çox yola verdilər. Həm də nə qədər film yəni Nəzarət bitdi artıq. Yəni Sumqayıtda çəkilən, telefonla çəkilən filmlərə falan düşdülər o oldu. Məsələn, xəbər kontenti edirsənsə izləyəcəksən. Çünki qlobalda onun 100%. bir qarşılığı yoxdur. ümumiyyətlə xəbər kontentləri biraz da tənqidi formada eləsən, biraz da zarafat formasında eləsən, yəni sırf xəbərlər rubrikası kimi eləməsən, məncə hamısı tutur. Yəni istəyir kino haqqında elə, istəyirsən idman haqqında elə. Amma Telegramda var, Telegramda ümumiyyətlə hər mövzunun öz belə sanki tənqidçi demirəm, araşdırıb öz təhlillərini eləyən adamlar var. Hə. Məsələn İbrahim Nəboğlu var səhv eləmirəmsə. Ya ola bilər adını düz dedim, soyadını səhv deyirəm. Səhv demiş ola bilərəm. Baş verdə bura şəkildən qoyaram. Hə, o məsələn dünyadakı siyasi məsələləri falan analiz eləyir. Siyasi vəziyyətləri. Məsələn sırf izlədiyim kanallar var ki, indi ad çəkmirəm də. Məsələn kripto bazarını analiz eləyir. Kripto bir iş alar yəni bunları. Bəziləri idmanı analiz eləyir. Yaxşı bir şeydir. Film də var, amma çox deyil. Yəni qısaca yerdə kontent edirsiniz və tutmasını istəyirsənsə, yerli bir şey danışmalısan. Əslində hə, film mövzusunda düz deyirsən. Buna görə biz hazır Əqrəb mövsümünün 2-ci mövsümünü danışacağıq. Keçən dəfə Vətəndaş Adan danışdıq. 4 bölümü qalmışdı. O qədər gec çəkmişik ki, o da qutarıb. İndi Əqrəb mövsümü başlayıb, o da bitib. Vətəndaş Adan əslində çox danışmaya ehtiyac yoxdur, çünki biz danışanda 8 bölüm olmuşdu. Mən o zaman full izləməmişəm. Bir nöqtəyə qədər gəldim. Sonrakı 4 bölümdə də elə eyni əslində fon üzrə getdi. Sonluğu PS-dən fərqli olsa da, amma kifayət qədər məncə yaxşı alındı. Ardı olmasın, çünki ehtiyac yoxdur. Bizdə var axı tutdu ardın çəkirlər necə gəldi? Burada ardı gəlsin falan deyil, ardı olmasın deyəndə. Ardı olmasın da, yəni Rejissor vururlar, değil mi? Elvin bam deyə. əla idi, super idi, amma bəsdir də. Yəni niyə hər şeyin ardını çəkib bir-birini çıxaraq ki? Doğru, ardı gələr belə bölgə-bölgə gəzir də. Nədir? Təsəvvür müəlliməni başqa yerə şey eləyirlər, Bu keçirirlər da orada bu da. zonaya məsələn. Vətəndaş onsuz cəmiyyət problemlərini göstərir deyə, cəmiyyətdəki o mental dəyərləri filan. Yəni onu sən artıq bir dəfə göstərmisən, sonra ikinci dəfə göstərməyib qabarmağa ehtiyac yoxdur. Çünki insanlar artıq səndən aldığı mesajları alıblar. Bir daha ona ehtiyac yoxdur. Getdik Əqrəb mövsümünün 2-ci mövsümü. Buyur. Salam eşim. Salam Ömür müəllim. Mən Qadir adım 25. Əqrəb mövsümü 2-ci sezonunda biz izləyicilər çox gözləyirdi. Mən məsələn çox az görmüşəm ki, Azərbaycanlı auditoriya hər hansı bir serialı belə oturub sıxsın ki, tez başlasın deyə bir serial mən görməmişdim. Əqrəb mövsümü idi bu. Başqası yadıma gəlmir. Sən şeysən, tərifləyərək başlasan ki, biraz pış-pış deyirsən. Hə. Sonradan başlayacaqsan. Hə. Körpü də uğurlu idi, amma körpünü də çox istəmirdilər. Niyə? Çünki körpü tamam fərqli bir mövzu idi. Bilirsən də ruhlar aləmində keçid məsələsi. Mən ikinci mövsümünü daha çox sevmişəm. Tamam fərqli şeydi, mövzu idi. Azərbaycana yad olan bir mövzu idi, amma qəşəng idi. Mən bəyəndim. Körpü əladır. Yəni onu demirəm. Sadəcə müqayisə olaraq edirəm ki, məsələn körpünü o qədər gözləmədilər, amma hamı Əqrəb mövsümünü gözləyirdi. Çox üzrəm, körpünün 3-cü mövsümündən xəbər yoxdur. Ümumiyyətlə heç birindən yoxdur. Yəni heç o şey verilmir. Məsələn Netflix-də seriala baxırıq, o şey 2-ci sezon qurtarmamış, deyilir 3-cü sezona təsdiq verilib. Yəni bunlarda yoxdur. Hər halda verələr çünki hekayə çox havada qalır. Ehtimal ki, indi sezon olacaq. Yəqin ki, sezonda öncə bildirəcəklər ki, yeni mövsüm olacaq yoxsa yox. Çünki mən bilən büdcə təsdiqlənməlidir orada, planlar verilməlidir. Bu reytinqlərinə məncə körpünə inanmıram, amma Əqrəb mövsümünü bir çəkərlər məncə. Yenə lazımdırmı? Onu indi irəliləyən dəqiqələrdə deyərik. Başlayaq. Hə, başlayaq. Əqrəb mövsümündə ciddi icmal deyil. Əqrəb mövsümündə əsas məsələn Hikmət Rəhimov olmamağı, izləyicilər deyirdi ki, olmasa heç alınmayacaq, heç istəniləni göstərməyəcək. Çox super aktyordur həqiqətən. Çox yaxşı da birinci mövsümdə iş görmüşdü. Əsas 2 obrazdan biri idi də. Yəni bilirik birinci özü idisə, ikinci Azər Aydəmir idi və yaxud birinci Azər Aydəmir idisə, ikinci özü idi. Məncə ilk mövsümün çox önəmli bir aktyor daha var idi. Kim? Evin atası. Adamın adını unutdum, çox da yaxşı aktyordur. İkinci mövsümdə
Abbas Qəhrəmanovun qarşılığı biri yox idi. Bunu mən deyirəm. Bir isbatım nədir? Sizə 100% harasa məqalələrdə falan var bu. Bir işdə yaşlı aktyor işə ağırlıq verir. İşi ciddi alsın. Məsələn, fantastik bir film çəkirsən, sonra Star Wars çəkirsən, oradakı Alec Guinness idi, Obi-Wan oynayan. Yəni, yaşlı adam gətirilir ora, deyirsən ona bu ağzı yəni danışmır. Deyir Jedi var, Sith var, o var, bu var. Fantastik adda. Amma onu yaşlı və saqqallı adam deyəndə ciddi alırsan. Qocaya hörmət olur. Saqqalım yoxdur, sözümü kesmir. Yəni tam olaraq o olur. Hə. Lord of the Rings-ə Gandalf-da, Ewan McGregor-da. Bir şey olursa ondan bu boyda adam bir şey deyirsə, ciddi alın da. Yəni yaşlı başlı adam. Yaşlı var. 100% ki nəsə görüb bilir. Abbas müəllim də tam olaraq o aktyordur. Çox gözəl aktyordur. Çox dəyərli aktyordur. Abbas Qəhrəmanov gəlir deyir, falan şey, falan elədi, falan danışır. Sən deyirsən onun yaşlı başlı adamdır, qışqır bağırır, demək haqlıdır. Seriala bir ağırlıq verir. İkinci mövsümdə o yoxdur. Ona görə hekayəni çox ciddi almırıq. İkinci mövsümdə həmin rolun əvəzindəki aktyor var, uşaqların atası. Elman. Məncə o eyni profildə gəlir də birinci, ikinci sezonda. Amma o ağırlıq vermir axı. Qətiyyən. Teatr aktyorudur səhv eləmirəmsə. Rejissordur mən bildiyim. Rejissordur. Elə bilirəm. Hə, yəni aktyorluğu yaxşı deyil məncə. Bəyənmədim. Mən də Heç bəyənmədim yəni. Çox zəifdir. Çox zəif qalırdı məsələn orada son obrazının yanında, yoldaşının yanında. Hə, məsələn o bir oyunçuların yanında zəif qalırdı. Məsələn Abbas Qəhrəmanovun birinci sezonda bir hissəsi var. Oğlunun ayaqqabısının ipi hissəsi var idi orada. Morqda gedir ayaqqabısının ipini bağlayır, görürsün. Məsələn çox ağır səhnədir. Çox yaxşı aktyorluq var. Bəlkə də elə ağır səhnə olmadı ikinci sezonda. Olsa belə o perspektivi göstərə bilməyəcəkdi. Əslində ağır səhnə ola bilərdi. Eləyə bilərdilər ha. Çünki serialın bir nöqtəsi bir dənə uşaq öldürülür. Amma serial o qədər sürətli keçir ki, yəni adamı yadından çıxır. Serialın sonunda bir uşaq ölür. Sən yada düşür. Gülləlilər bir uşaq arxadan güllələyir. Adamın yadından çıxır. O qədər serial toxunur. Action səhnələri qəşəngdir. Amma sırf belə nə bilim, sanki çox yerdə boşluq var. Sanki birinci mövsümün ssenarisi çox güclü idi. Amma ikinci mövsümdə çox boş yerlər var. Çox boş deyil ha, güclü serialdır. Amma boş yerlər var. Yox, hələ də Azərbaycan standartlarından çox yuxarıdır. O heç ona nəsə deyə bilmərəm. Keyfiyyətli işdir. Amma mən təməldən girim bir dənə. Gir. Əvvəla mən kino tənqidçi deyiləm. Sən deyirsən. Biz izləyiciyik. Elə belə, ha. Elə belə izləyiciyik. Fikrimizi bildiririk. Fikrimizi bildiririk. Belə bir şey var. Niyə bunu deyirəm? Çünki Emil Quliyev Sabrın gəlib bizim ağzımızı qırması çox. Onda o potensial var. Bağışlayın. Bağışlayın Emil bəy. Hə, məsələ nədir? Mən məsələn film tənqid edəndə pisdir, yaxşıdır ifadəsini işlətmərəm. Yalnızca başa düşmədiyim şeylər olur. Əqrəb mövsümünün ikinci mövsümündə mən bəlli baş şeylər başa düşmədim. Məsələn, Ülvi Həsənin obrazı serialda niyə var? Mən bilirəm. Söz sən bilirsən, məlumat gəlir. Rol tapmayıblar ona görə. Nə demək? Ülviyə verməyə rol yaratma. Doğrudan da niyə var da? Ülvi hər serialda burasına sep olan obraz oynayır. Axırda ölür o. Periyodoz gedir yəni. Yadıma düşdü. Bacısı götürür. Hə, bildim. Öldürür orada. Yox, ölmür, aparırlar. Sən bilmirəm orada içəri mi şey deyirlər yoxsa ümumiyyətlə o obraz düz deyirsən niyə var? Hər serialda Ülvi Həsəni burasında sep olan bir obraz oynayır. Tamam, böyük ehtimal öz geyimidir, o paltarla gəlir. Çəkilir gedir. Çəkilir gedir. Yəni hər serialda Ülvi Həsəni eynidir. Hər aydan danışan belə-belə davranan bir dənə obraz. Qaqaş kimi. Qaqaş tam olaraq qaqaşdır. İkinci başa düşmədiyim şey, bir də bunun yanına gənc bir dənə uşaq verirlər. O gənc uşaq niyə var? Azər Aydəmir yanına gənc birini verirlər şeyə. Mətin obrazı. Mətin mi? Mətin də adı. Mətin obrazı. Niyə var o? Yaxşı. Ümumiyyətlə Mətinin atası niyə var? Mətinin orada sevgilisi niyə var? Ümumiyyətlə o Mətingil niyə var? Heç bir yerə bağlı. Onun yerinə şey var idi. O birisi daha yaxşı dublaj aktyoru var. Hər səhnəsində film izləmiş kimi olursan. Dublaj adamlarından bölündə. Hekayənin əsas şey odur da, irəlilədən odur. Gəlir deyir ki, bəs qonşumun uşağı qaçırılıb falan bəs məkan. Azər Aydəmir var. Bir də şeydə abi nədir vətəndaş deyən adam var. Hə. O adam olsa daha yaxşı oldu. O ikisi daha uyğun gəlir, daha rahat axır. Ümumiyyətlə sanki orada Mətin obrazıdır, Mətinin sevgilisi obrazıdır, Mətinin atası obrazıdır. Onları sanki boş-boşuna qoyublar ora. Bu arada Mətinin orada atası rolunu oynayan adam çox yaxşı aktyor. Çox güclü aktyordur. Ona daha fərqli, çox gözəl bir rol verə bilərdilər əslində orada. Serialın daha mənşəli. Məsələn, o uşaqların qaçırmaqla bağlı bir tərs köşə tüklər demiş, eləyə bilərdilər ki, orada nəsə alıb. Mən onu gözləyirdim açığı. Çünki niyə var deyə bu sualı verirəm, tapa bilmirəm. Sanki bilsən necə elə bir Mətini burada oynamalıymış o adam. Deyiblər ki, mənim oğlumu oynat burada. Oynat burada. Hə, bunlar da Mətin obrazını yaradıblar. Deyirlər Mətin boş qalmasın, bir dənə də sevgilisini də şey eləyək. Hə, plus bir dənə də atasını da qoyaq işə. Orada bir balaca qrup filmi kimi bir hekayə var. Yəni ki, Körpünün ilk mövsümündə də var. Körpünün ilk mövsümündə şey yadda düşür.
Nofəlin bir dənə əlaqəs bir sevgi hekayəsi var idi. Hə, var idi. Yox qız bunu fırladırmış, yox qızla Ülvi sevgiymiş, yoxsa Ülvini də Hə, fırladırmış, hə, başqa o məsələ var idi. Əlaqəs bir serialın dəxli yox. Ona görə Körpünün 2-ci mövsümü yaxşıdır mənə görə. Yəni sırf bu obrazlar niyə var da, yəni? Açıqlama niyə versələr əslində. Bilmirəm, bəlkə də bəzi boşluqları doldurmaq üçün, əlavə səhnələr üçün, ola bilər ki, bölümlərin xronometrajı çox olsun deyə bunlar olub. Çünki bəzi bölümlərdə çox gec gedirdi. 1-2 bölüm var ki, çox darıxdırıcıdır. Hə, orada obrazlar artıqdır. Bilmirəm, bəlkə də hər hansı bir tutarlı bir səbəb var, biz bilmirik. Ola bilər. Yəni bir izləyici kimi mənə boş gəlir. Olmasa da bir şey olmazdı. Və yaxud daha güclü bir rollar edib onu ssenari ilə birləşdirə bilərdilər. Yəni sanki bu bilirsən nəyə oxşuyur? Bəzi seriallarda olur bir neçə ailənin söhbəti gedir paralel olaraq. Burada da sanki o ata-ana ailəsinə əlavə bir dənə də əlavə o Mətin sevgilisi, atası bir obrazı, fiquru yaradıblar ki, görsünlər ki, yəni paraleldə elə bir şey də var. Məsələn, orada qızla qardaşı var, Azərin sevgilisi ilə qardaşı ayrı bir ailə kimi onu göstərir. Demək serialda bir dənə Ülvi Həsənin obrazına görə 5 dənə də əlavə obraz tanımışıq. Tamam, Ülvinin o qulübünün qrupu. Abinədə vətəndaş qrupu. 5 dənə də obrazla biri necə tapırlar, çox da gülürəm o adam bu arada. Bir də obrazla məkan mənə çox dar gəldi. İlk mövsümdə xərc məsələsidir. Ülvin 5 dənə dostunu qoymayardılar. Ona inansan bu dəqiqə deyəcəkdim. Götürdün ağzımdan dedin. Ülvinin 5 dənə dostunu qoymayıb başqa şeylərə çəkə bilərdilər. Əlavə obrazlar falan. Mən də deyirəm ki, ona görürsən cinayətçi kim çıxacaq? Cinayətçilər də onun üçün kitab var burada. Burada da. Bir dəqiqə kitab göstərim. Burada sizin reklamınız ola bilərdi. Gördünüz. Demək, Al-Qırmızı Etud. Sir Arthur Conan Doyle'ın Al-Qırmızı Etud kitabı. Bu Sherlock Holmes'un ilk hekayəsidir. İlk kitabıdır da. Eyni zamanda ilk Sherlock Holmes əsəridir. Bu kitab şeylə başlayır. Sherlockla Watson'ın necə tanış olması ilə başlayır. Sherlock'un serialı ilə başlayır. Benedict Cumberbatch. Onun ilk seriyası var. Aha. Cinayət işlənir, bunlar tanış olur falan. Onun işte orijinal budur. Adaptasyonlu kitab budur. Bu kitab eyni zamanda ən bərbad Sherlock Holmes kitabıdır. İlkdir deyə. İlk şeydir. Çünki bax kitab belə gedir. Axtarsan ən çox oxunandır. Böyük ehtimal. Çünki ilkdir axı. Məsələn, çox oxunan Baskervillian itil, çünki bütün Azərbaycan kitabxanalarında var. Baskervillian kitabxanada var. Kitabxanalarda var. Doğrudan. Baskervillian. Baskervillian. Bizim məktəb kitabxanasında var aslında. Bax kitab 2 hissədən ibarətdir. Kitab belə başlayır. Bax bura qədər Sherlockla Watson'ın necə tanış olmasıdır. Tamam mı? Qədir, illərdir soruşmaq istəyirəm. Sorsan da Qadirdir, Qədirdir. Qadir. Şəxsi vəsiqəsi nədir? Şəxsiyyət vəsiqəmdə Qədirdir. Və nə mən? Qadir yazmayıblar da. Niyə? Qəbul O vaxt nəsə söhbət olub Qadir yazmır. Bilmirəm də 99-cu ildə necə var idi bilmirəm. Yəni söhbətlər. Məsələn, mənim gözüm yaşıl rəngdir, görürsən? Yaşıldır, hə? Mən getdim asar xidmətə dedilər ki, biz yaşıl yazmırıq, mavi yazıblar. Deyirəm mavi deyil axı, yaşıldır. Deyir, yox biz mavi yazacağıq. Deyirəm yaşıldır axı. Yazılıb, qabağında spravka var, yazılıb şey, göz yaşıldır. Deyir, yox mavi yazır. Dedim yəqin yaşıllıq adı azad qoyublar bəlkə. Dedim yaxşı yazın. Sonra başqasına baxıram ki, yaşıl yazıblar. Düzgün deyil axı. Bəli, mənim 14-16 yaşım var. Bura qədər Sherlockla Watson'ın necə tanış olduğu, cinayət, ilk cinayətdən falan söhbət. Bunlar cinayəti araşdırırlar. Kitab tam səhifəsini deyim, indi bu kimin çapıdır? Aslında şəhətdir bu yazılır. Qanununda. Sevgili Şahbaz müəllim. Salam. Arada çox yaxşı aksiyalar olur. 1-2-3 manatda satılmayan kitablar. 3 manata yəni kitab götürün. Allah'a 1 manata kitab götürün. Satılmayan kitablar. Basit kitablardır. Amma bir dəfə. Yox, o işə o deyil. Qanun deyildi. O 50-nin onun idi. Mən götürmüşəm Theodor Dreiser'in Amerika faciəsini 5 manata aldım. 20 manatdır o kitab. Bir dənə qalmışdı 5 manata. Bir dənə bax sırf burasında balaca bir dənə kəsik var deyə 5 manata qoymuşdular. Heç kim də onu almır da. O dəqiqə bilinir ki, insanlar kitab yox. Forma səviyyədə. Mən götürdüm onu aldım 5 manata. Hələ orada Jean-Paul Sartre'ın Varlıq və Heçlik adlı bir şey var. Çox qəşəngdir də. Onu necə almaya bilərsən 5 manata? Al kitab 15 manatdır. Bakovkada da. Şahbaz müəllim sevirirsən. Çox gözəldir. Yaxşı kitablar olur. Bir tüyo verim, birinci gün get. Hə, aksiyanın birinci günü. Aksiyanın birinci günü səhər gedirsən, bir dənə səbət götürürsən, alırsan, çıxırsan, pula da baxmırsan. Çünki kitaba verilən pul heç vaxt itmir. Oxu sat. Orada şey var. Lord of the Rings'in ikinci kitabı var orada. Burada qəşəng animelər var. Ha, orada qəşəng. Satmıram. Orada o şey, sarı kitabını satmır. Üzük qardaşlığı. İkinci kitabı. Üzü qardaşın sol tərəfində. Aha, gördüm. O türk dilində olandı. Hətta Zərdüş belə deyirdi də var. Zərdüş belə çox sevirəm. Olur şey. Travmam var. Kitab 89-cu səhifədə dayanır. Sherlock'un hekayəsi. 89-cu səhifədən etibarən ikinci hissə başlayır. Müqəddəs sır ölkəsi. Bu ikinci hissədə əlaqəs bir hekayə danışır, tamam mı?
tam dəxsi. Bir dənə ölkə var imiş, orada falan şey olur. Onlar işte aşirət olur, oradan birini göndərirlər adam ölmə. Danışır. 800 il spoiler verirəm hazır olun. Sonra axırda bir nöqtədə əlaqəsi bir hekayə danışır. Axırda da şey olur. Həmin hekayədəki adam qatil çıxır. Çox qəşəng. Nəyə qəşəngdir lan? Yox, çox qəşəng, maraqlı. Nə maraqlıdır. Valla maraqlı dəstək xətti Ulan, var. Birinci hissədəki mən bu adamı tanımıram. İkinci hissədə əlaqəsi bir hekayə danışır mənə. Axırda cinayətkar o çıxır. Mən elə filmləri izləmişəm. Çox təəssüf ki, ən pis şeyin filmlərin adının çoxun yadımda qalmamağıdır. Hı. Film başlayır paralel bir yerdə, gedir. Sonra keçirlər o biri tərəfə. Hı. Gedir, görsən ki, təmiz başqa bir şeydir. Axırında tak bir-birini necə bağlayırlar. Saçma sapan danış. Mən Çox əqrəb ləzzətlidir. şahid olaraq deyirəm bu da. Çünki əqrəb mövsümü ikinci mövsümdə də eyni söhbət olur. Necə olur ki? Bizə bir hekayə danışır, axırda uşaq qaçsan 2 dənə dəxlis adam çıxır 2 seriyada. Yox, orada qıza bağlayırlar da sonra. Qıza bağlaya bilərsən. Baldıza. Ulan uşaqlar qaçsanda bir önəmi yox imiş. Onun üzünü görsən nə olar, görməsən. Bax burada ssenaridəki boşluq nə idi? Necəsən? Əsas çoxdur boşluq. İndi yadıma düşənləri deyirəm. Olur ya, adam əvvəlcədən çoxunu bilir, sonra çəkiləndə yadından çıxır yarısı. Bu məsələ. Bax, başladı. Necə başlayır? Uşaqlar velosipedə minirlər. Orada səhv eləmirəmsə bir dəmir yol stansiyası var, qatar stansiyası. Oradan gedirlər. Arxasıca 2 nəfərin getdiyi görsənir. Fişə. Keçdilər, anası axtarır. Belə bir söhbət gedir. Yaxşı. Birinci pul zad istəyirlər, sonra söhbət gedir prokurorluğa çatır. Vəziyyət izah olunur ki, velosipedə minib gediblər, itiblər. Niyə birinci qonşusundan soruşmursan ki? Qonşularından soruşmalıdır axı, siz bu uşaqları görmüsünüzmü, anası, atası? Kim soruşmur? Bax. Atasından pul istəyirlər. Aha. Anası ilə də arası yoxdur da. Mhm. Səhv eləmirəm, boşanmışlar yoxsa boşanma ərəfəsində nəsə belə bir şey var. Boşanıblar. Boşanıblar deyəsən, hə. İkisində də şeylər var. Bunlara ən yaxşı münasibətlərini birinci öyrənməlisən də ki, bəlkə bunlar bir-birlərinə şey deyirlər. Nifrət edirlər. Hə. Qonşularından soruşarsan da. 12 seriya Hə. soruşmur. Gəlir 12-ci seriyanın axırıncı 10 dəqiqəsində soruşur. Onda qadın ağzına Onda da qadın deyir ki, hə, bəs o vaxt belə idi də, deyir, baldızı ilə bu toy olub. O normalda məhdə gizlədir. Onunla evlənib. 13-cü seriyada deyir. Bunu necə birinci seriyada desəydin kino qurtarırdı. Onu məhlədə niyə gizlədir? Onu başa Kimi? düşmürəm. Məhlədə bu söhbət danışmırlar axı. Nəyi? Gedir qadının yanına, qadın qız ağzından qaçır söhbətə. Hə. Bu da necə ayıb qıza- məhəllələrdə ayıb söhbəti var. Lan polis gəlib 2 dənə uşaq qaçırılıb. Yenə də fikirləşilir o niyə deyə. Amma ki, niyə 13-cü seriyada gedirsən? Qəşəng Bu sual. polisin elədiyi əslində birinci şey olur normalda. İndi demirəm, onlar polis deyir ki, ssenarində şey yazmıyor. Amma ki, döndü nəyə? Keçən dəfə arxa sokaqlarda bilsən də neçə ildir çəkilir o 20 ildir. Oradakı aktyorların birinin evinə oğru girib. O aktyor açıqlama verir ki, bəs polisi gözləyək gəlsin, bilmədiyini. Biri də yazıb rəyə ki, bəs 20 ildir polis şeyini çəkib, bilmirsən nə etmək lazımdır. İndi yəni bunlar da bilmirlər də, yəni şeydir. Onsuz sırf ixtisaslaşmış bir polis deyirlər ki. Amma ssenari yazılanda ən azı məsləhətləşilir də mən bilən. Yəni mən Hə, məsləhətləşirlər. hamı məsləhətləşir. Adamlar nə işlər görür belə baxanda. Və gəlib soruşmursan. Yaxşı, bunu keçdik. Məhəlləyə girirlər. Orada bıçaqlanır, yoldaşını öldürür. Hə. Baldızı. Bacısı Açarı- öldürür də, bacısı öldürür. Açarı Açarı asır. şpilqılqa yerindən. Dəhşətdir, bəlli olur la orada açar olduğu. Yox, elə şey olur. Burada ölüm hadisəsi olubsa, orada nə olur? Polis Analiz. gəlir o ərazini bağlayır. Ora nə bilim, əməliyyatçılar gəlir, ora gəlir, analizlər götürürlər. 3 dənə qapı var da, bir açın baxın, qapının dalında bəlkə gizlənib bu ora. Açar çox bəlli deyib. Yox, açmırlar. 5 seriyada oranı açmırlar. Axırıncı seriyada gəlib, buradaymış açar. Açdı, pul burdadır. Yaxşı, güzgüyə orada baldızı yazır ki, 2 dünya bir olsa da. Pomada ilə yazılır da. Pomada bizim dildə nədir bilmirəm. Dodaq boyası ilə yazır 2 dünya bir olsa da. Hı. O güzgüdəki söz niyə araşdırılmır? Mən o güzgüdəki sözü xatırlamırdım sözünü. Bilirsən Göstərirlər hardadır? onlar bizə. Hə, bilirsən hardadır? Bu ata obrazı var, başrolda olanlardan biri. Onun işlədiyi plazada bir qızla tanış olur, flörtləşirlər, evinə gedir. Bilirəm. Hə, orada öldürür qızı. O səhnədə biz görürük orada divarda yazılır. Mən son seriyada gördüm onu. Yox, orada Güzgüdə deyəsən, orada görsənir yazır. Orada görsən. Görsənir səhv eləmirəmsə. Hə. Niyə Niyə bir olsa da yazır? niyə o sözün üstünə düşmürlər ki, yəni yaxşı, niyə bu düşməyə bilər, normaldır, yəni bu polisin düşməməyi. Bu atasından soruş da ki, bu 2 dünya bir olsa da, yaxşı, polis şübhələnmədi. Fikirləşib ki, elə belə yazıblar. Sən də bilmədin ki, bu 2 dünya bir olsa da sənə onun baldızı deyib. O qəşəng sualdır. Yaxşı, o qədər, yəni ya bilirsənmi, gizlədirmişsən? Onda da anormal olaq söhbət. O da anormal. O niyə son seriyada bir dənə Asla. şokla qarşı Deməli niyə yəni sən bunu deyə bilərdin ki, bu sözü mənə o vaxt bu deyib, 100% budur. Yəni
polis getməsə belə Elman gedib öldürməli idi. Daş Elman Hə, üçün. Elman öldürməli. Orada bir şey. Okey, olmalı. Elman xəbər vermir, əsəbləşir, geri öldürür. Mövsümdə sevdiyin şeylər nədir? Biraz da tərifləyin. Bir də o 2 nəfər var, o uşağı qaçıranlar. Hı. Çox yaxşılar amma. yaxşı oynayırlar, qəşəng oynayırlar. Ümumiyyətlə yaxşı aktyorlardır. Sən də orada çox iri adam var. Hə, o həmişə O- pis rollarda oynayır. Və həmişə də onun əlinə avtomat verirlər. Hə. Hər serialda o bir an həqiqətdə avtomat var. Elarzın Daroga klipi var. Hə. Orada belə o adamın əlində Avtomata avtomat ata var. bilməyib, avtomatla iştirak edən çox aktyorlardan biridir. Amma adam avtomatla işləyir, yəni. Hər proyektdə bir kruq əlinə avtomat yaraşır çünki. O iri Məsələ də odur ki, orada da 10 bölüm bunlar tapılmır, axırıncı bölümdə tapırlar. O da ki necə? Tak vururlar. Hə, gəl, sən tapdın. Şeydə zəng gəlir plazada. Çağırırlar Elmanı. Mühafizəçi soruşur, bəs pullar vermisən, pulları qaçırır. Onu elə orada da buraxırlar. Onu istəyirsən düşmürlər ki, bəs bu adam nədir filan. Zarafatçısı. Elman demir onu polisi. Kameralarda düşüb də həmin adam. Bir insan Üzr kimliyini müəyyən etmək bu qədər mi çətin idi? Məncə belə deyil də. İstəsələr 5 dəqiqə tapılacaq. Yəni Azərbaycanda yaşayır. Çox Ola bilər, rahat okey. bilərlər onu. Ola bilər indi serialdır deyə olar. Amma ki, yəni buranın əslində məntiqi xətalar çoxdur. Erman dostunu niyə tutdular? Orada baldızı öldürür onlar bir. İkisi biri ölür, biri Ermanın dostunu niyə? əlində bıçaq onun əlində olur. Sərbəst buraxırlar sonra onu. Hə, sonra buraxırlar. Heç oranı da göstərmirlər. Serialda o qədər çox şey göstərməyiblər ki. Məsələn, ümumiyyətlə mən bizə necə obrazlar dərin işləməkləri sevirəm. Mhm. Amma Əqrəm üçün düz deyil seriallardan biri deyil də. Məsələn, hər sezonda bir mövzu üstündə gedir, belə görürəm də. Keçən mövsümdə başqa mövzu idi, bu mövsümdə başqa mövzu idi. Mən bilirsən nəyə düşmüşəm, nəyin izahını Amma baş obrazları dərin işləmirlər. Qızı işlədilər. Azərin sevgilisi var idi. yersiz yerə İstədilər ki, anası Dram ehtiyacı yoxdur, olduğunu. qardaşı bildik ki, hə, narkomanda özü tək qalır. Azərin özünü işləsələr yaxşı olardı. Hı. O baş rolun, onun hər yerdə var da. Bu indi mən sən nə qədər serial, mən necə serial var məsələn deyim. Məsələn, adi Breaking Bad-də o həkim ki var, Saul, vəkil. Hə, Saul Goodman deyirsən də. Saul Goodman. Hə. Ayrıca serial çəkdilər adama. Çox qəşəng serialdır. Xarici serialın ən üstün cəhəti mənə görə o obrazları bir-bir işləməklərdir. Bilirsən necə? Məsələn, otururlar, adam Walter White-ı da yazır. Çox yazır. Bir dənə elə bir kitab Walter White-ın təsvir edir. Sonra gedir Saul Goodman-ı da yazır. Mhm. Ən zibil obrazı da yazır bir Hı. kitab. Məsələn də. Bizdə məsələn əsas obrazı yazılır, nə iş qalanları. Buraxılır. Yəni məsələ Çox çox şey deyil də, otel. məsələ ssenaridir. Bu büdcə deyil. Bu bütçəli bir şey deyil axı. Mən sənə ümumi daha qəribə bir şey deyim sənə. Serial Tarkovski filmləri var məsələn, onlara baxmısansa, sevirəm. orada elə 5 dəqiqəli otaqda səni məsələn elə təsəvvür edə bilər ki, Tarkovski, sən heç şey danışmaya ehtiyac olmaz sənin. Mən serialda nəyə yenə başa düşmədiyim bir şey. Serialın bəlli başlı səhnələr, bəlli başlı seriallar hətta deyim. Emil Quliyev çəkmiş yox da Emil Quliyev parodiyası kimidir. Necə yəni? Yəni kimsə elə bir Emil Quliyev kimi çəkməyə çalışıb. Ötəri yanaşıb yəni. Tam izahını tapa bilmirəm. Yəni serialın nə qədərini Emil Quliyev özü başda həmin səhnəni çəkib, nə qədər belə olur bilmirəm. Bəzi səhnələr belə Emil Quliyev təbiiliyi var. Söyüşü nəzərdə tutmuram bu belə. Baxsan desən ki, lan təbii bir serial izləyirəm belə, bu bizim məhəllə uşağıdır falan elə olursan. Bəzi səhnələrdə parodiya kimidir, pərdənin parodiyası kimidir. Bunu Pərdə. istəyirəm sən. Yəni açığı düşünməmişəm də onu. Bir də o gözlə baxarsan bir ara bəlli baş seriallar. Məsələn ilk seriyası okey. Son seriyanı məsələn sevdim. Son seriya yaxşı idi. Məncə son seriya ən yaxşısı idi. Ən yaxşı son seriyadır. Yəni balta ilə öldürməsən, gəlinin rəqs etməsi. Onlar Süjeti də qəşəng götürdülər, nə bilim o əslində bölümlərdə süjetləri qəşəng götürdülər. Məsələn 2 seriyada göstərdilər ki, hadisələr necə bura gəlib çıxıb. Mhm. Super idi əslində. Yəni onlar müsbət cəhətlərdir. Mən sevmirəm. Mən biraz ssenariyə qatmaq. Son bölümdə o rəqs məsələsi çox əla idi. Məsələn ilk mövsümdə şey idi axı. Rəqs özü şey. İlk mövsümdə də rəqs var idi bu arada. Hə, burada da rəqs var idi. Bu sırf Emil Quliyevin bir necə deyim, İmzası. Hə, imzasıdır. Mənə elə gəlir ki, gələn sezon olsa yenə eləyəcək. Yenə bir elə bir rol olacaq. Mən okey, əyləncəli səhnədir. Bu Yaxşıdır. gəlinin paltarının rəqs. Yox, çox əla, ağır səhnədir. Əla səhnə. Sərt səhnədir. Elmanı balta ilə öldürməsi, o da çox qəşəng. Bəli, Elmar o səhnədə yaxşı oynayır. Hə, orada bir dənə yaxşı. Şirin oynayır. Gələn həftəyə bir film təyin edirik. Gəlin aya. Hər ay bir film tövsiyəsi plus söhbət edirik. Okey olar. Yerli film olsun, xarici film olsun. Bəlkə bir yerli, bir xaricidir. Olar. Yerli Lap bir yerli, bir türk, bir xarici gedə istəyirsən. Ha o da olar. Hansını götürək? İndi bu dəqiqə seçməliyik. Yəni seçə birini ki, izləyicilər də izləsin. Birinci yerlini seçək onda. Yerli seç. Xarici çoxdur. Yerli nəyi seçək? Şey götürək. Ərvida Şimiti götürək. Ha, götürək. Ərvida Şimiti götürək. Götürək. Azəray Ərvida Şimiti Dəmirdə. Əzizin Ferinə mi?
Əzizin Fellini də var. Okey, izləyərəm Əziz Fellini, izləməmişəm. Əlvida Şmit və Əzizin Fellini izləyək, onun üzərinə danışaq, amma o vaxta qədər bir gündəm xəbər varsa onda danışarıq. O heç, o işi gündəm həmin vaxtda baxacaq. Bir dənə türk deyək. Türklərdə o qədər film var. Mən təklif eləyirəm ki, türklərdə olsun. Barda filmi var. Bardan seçək. Bardan Götürək. Biraz da psixologiyamız Çox pozulsun. psixologiya pozan bir filmdir, amma olsun. Ulan mən bir də barlara zırtlı çəkiş edirəm. Nə? Barlara çəkiş edən adamam. Film. Ola bilər ki, o analiz edən olmasın Kamran burada. Mən tək aparacağam ondan. Xarici bəs nə olsun film? Xarici. Xarici o qədər film seçə bilər. Sən bir dənə gəldin. Nə? Bu da sən buraxın bir şey də. Alisa Möcüzələr ölkəsində. Mən olsa Harry Potter deyərəm. Əsas bunlar var. Dostum Harry Potter oturub 5 saat danışa bilərəm. Mən də yerdən yerə vururam Harry Potter. Doğrudan. Var mı sana? Gəl. Bu iki film iptal edək. Hə, gəl ancaq Harry Bir dənə Potter. Harry Potter'a sən tərəfə mən yerdən yerə. Hə, razı. Hazırsan? Razıyam. Razılaşdıq. Hə. Hoppa.